Deməli bir günləri Əhməd ibn Həmbəl rahimehullah hər dəfə su quyusuna vedranı salırdı, dəstəmaz almaq su. Dəstəmaz almaq suyu çıxardırdı vedra ilə və dəstəmaz almamışdan öncə suyu çıxardığında hər dəfə nədir? Deyir ki, elhamdülillah. Yəni bu cürünə təkrar bu cürünə eləyirdi və dəstəmaz aldığı o suyu da, hansı ki vedra ilə sağdırdı, heç kimə icazə vermirdi. Hikmətini özü bilirmiş, Allah-u aləm. Heç kimə icazə vermirdi ki, oğlu, qızı, yoldaşı, kimsə nədir, onun üçün su çıxartsın dəstəmaz almağa, özü çıxardırdı. İplə atırdı suyu vedranın quyuya, suyu çıxardığında dəstəmaz almamışdan öncə deyir ki, elhamdülillah. Bir günləri Salih, oğlanlarından biri, Allah hamısına rəhmət etsin, atasına deyir ki, ata deyir, bu diqqətimi cəlb etdi deyir. Hər dəfə deyirsən deyir, su çıxardığında dəstəmaz suyunu, buna elhamdülillah deyirsən deyir. Nəyə görə təkrar bunu bu cür edirsən? Əhməd ibn Həmbəl Mulk surəsinin axırıncı ayəsini oxuyur oğluna. Allah Teala buyurur ki, Qul ara'aytum in asbaha ma'ukum gavran və mən yətiyekum bima'in ma'in. Allah Teala buyurur ki, de ki, sizin deyir, suyunuzu Allah yerin dibinə batırsa deyir, onu oradan kim çıxaracaq deyir. Subhanallah. Hər dəfə deyir, suyu vedranı atanda deyir, o suyu oradan çıxardığında bu aya yadıma düşür deyir. Bir gün elə olar ki, deyir, atıram vedranı, su çıxmaz da. Ola bilər, yoxsa ola bilməz. Allahın açıq şərait var. De ki, deyir, sizin deyir, suyu deyir, Allah yerin dibinə batırsa deyir, onu oradan kim çıxardacaq? Allahdan başqa heç. Subhanahu teala. Ona görə Allah sizlərdən razı olsun. Çoxlu məsələlər var. Çoxlu üzərində olduğumuz nemətlər var. Onlara həmd olunmalıdır. Şükür olunmalıdır, amma biz onları etmirik. Biz elə bilirik ki, doğrudan da bu cürün olmalıdır. Əmin-amansılıq neməti, yəni sağlamlıq neməti. Vallahi, bəzən olur ki, insan unudur. İnsan unudur, nə vaxt unudur sizcə? Onu itirəndən sonra. Nemət əldən getdikdən sonra başa düşür, deyir ki, subhanallah, mən hansı nemətlərin üzərindəydim. Fikir verirsiniz, elm əhli, rahiməhumullah, hansı etiqad üzərindəydi. Onlar həmişə fikirləşirdilər, unutmamışdan öncə. Əhməd ibn Həmbəldə elə olmamış ki, baş verməmişdi ki, vedranı bir gün atsın, susuz qalsın. Həmişə susuz çıxırdı, elhamdülillah. Lakin bu bunu bilirdi. Bu nə ilə bilirdi onu? Elmlə. Allahı tanımaqla, subhanahu teala. Allahın nemətlərini xatırlamaqla. Peyğəmbərin sallallahu aleyhi ve sellem hədislərini bilməklə. Eğtənim xamsən qablə xamsən. Beşlik gəlmədən öncə beşliyin qədrini bil. Peyğəmbər sallallahu aleyhi ve sellem elə nəsiyyətlər edib ki, vallahi ki sallallahu aleyhi ve sellem. Heç bir valideyn evladlarına bu cür nəsiyyət eləmir. Heç bir müəllim, heç bir müdür, heç kim bu cür nəsiyyət eləmir. Sallallahu aleyhi ve sellem. Elə nəsiyyətlər edib ki, subhanallah. Az kəlmələrlə insanın həyatında nə qədər lazım olan məsələlər. Ona görə rahiməhullah necə eləyirdi? Hər dəfə su çıxardığında dəstəmazdan öncə deyirdi, elhamdülillah. Nə yaxşı ki, bu su çıxdı da, su çıxmasa necə dəstəmaz alacaqdım? İndi nə qədər məsələlər var ki, biz onlara belə deyək də vərdiş etmişik, subhanallah. Elə də fikirləşirik ki, bu cür olmalı. Misal üçün, bizlərdən birimizin durub məsələ girməyi. Bu, özümüzün gücümüz, qüvvətimizləndir. Və Allahın gücü qüvvəti ilə, subhanahu teala. Yaxşı, sual. Bütün insanlar hamı gedirlər məsələ? Yox. Deməli, sən gedə bilirsən də. Elhamdülillah. Bu gücü, qüvvəti sənə kim verib? Allah. Allah sənə elm verib, öyrənirsən, oxuyursan, Allah Teala sənə nəsib edib, Quran-ı Kərim əzbərirsən, məsəl üçün. Sən elə bilmə ki, bunlar elə həmişə bu cür olacaq. Sən bunu vərdi şanla alma. Vərdi şanla çevirmə. Bil ki, bu Allahdandır, subhanahu teala. Bütün nemətlər Allahdandır. Yəni, həmişə Allaha nisbət elə. Yadıma gəlir, bir günləri müəllimlərdən, şeyxlərdən biri danışırdı. Allah qorusun şeyxi. Biraz elə bil ki, mövzudan uzaqlaşır, amma ki, bu mövzu ilə əlaqəlidir bir məsələdir. Deyirdi ki, dərsdə əksər insanların, daha doğrusu əksər elm tələbələrinin, elm öyrənən insanların yarımçıq qalma səbəbi nəymiş sizdə? Ona gələn elmi Allaha nisbət etməməsi. Subhanallah. İstərsə bu elm olsun, istərsə dünyavi məsələlər olsun. Yəni, hansısa bir neymət bizə gəlirsə, onu unutmaq lazımdır ki, bu Allahdandır. Onu Allaha nisbət etmək lazım.
Bəzən olur ki, subhanallah, bizdə 1 il, 2 il keçir, heç vaxt fikirləşmir ki, gözlərimiz var. Az var insanlardan görməyən insanlar, yoxsa çoxdur? Çoxdur. Subhanallah, bizdə bir nəfər universitetdə bir qardaş var idi. Allah korusun bütün xəstə müsəlmanlara şəfa versin. Gözləri görmürdü. Hətta bir dəfə universitetin musallasında, namazgahında orada elə bilin ki, dastamaz almaq üçün ayaq yoluna girmişdi. Elə oldu ki, subhanallah, mən də gördüm o qardaşı. Həqiqətən çox belə qəlbi titrədici, yəni qəlbi kövrəldici bir məsələ idi. Uzaq səsindən deyir ki, bəs kim kömək eləyər mənə ayaq yoluna keçmək üçün? Üzr istəyirəm. Kimsə tələbələrdən, qardaşlardan kimsə belə köməkli elədi, elhamdülillah. Yəni, subhanallah, baxdım ki, həqiqətən neçə illərdir, Allah akbar, biz neçə illərdir. Biz, yəni, uşaq deyilik də, bizim 2 yaşımız, 3 yaşımız yoxdur. Neçə illərdir bu göz neymətinə görə, vallahi, heç vaxt biz əziyyət çəkməmişik, elhamdülillah. Bu neymətlər Allahdandır. Yəni, o insan, o qardaş, hətta belə, nə cür deyim, subhanallah, nə cürlə özünü idarə edir. Buna baxmayaraq, Allah razı olsun ondan, neçə olmasa universitet oxurdu, elhamdülillah, şəriət oxurdu, cəzahullah xeyran. Yəni, nə demək istəyirəm? Az da görməyən insanlar, yox, çoxdur, çoxdur. Allah bizə neymətlər verir, göz neymətlər. Heç olubmu ki, biz oturub demişik ki, elhamdülillah, ya Rabbi, sənə həmd olsun ki, mən gedirəm, gəlirəm, evlatlarımı görürəm, Allah, ata-anamı görürəm. Yəni, məscidə gedirəm, məsciddən gəlirəm, işimə gedirəm. Heç bir problem yoxdur, heç bir maniçilik yoxdur. Az da qulağı eşilməyən insanlar, yüzlərlə, minlərlə, elhamdülillah, biz eşidirik. Elhamdülillah ki, mən evlatlarımın səsini eşidirəm. Yəni, əli sinəmdə qalmayıb ki, ata, mən də heç nə deyə bilmirəm onu. Heç bilmirəm, axı, eşidirəm. Elhamdülillah ki, mən ata-anamı eşidirəm. Bu neymətlər arasında əzəmətli neymətlər. Bunlar haqqında insan gərək fikirləşsin. Ona görə şeyx Həfizahullah deyirdi ki, elə fikirləşməyin ki, deyir, əksər elm tələbələrinin, əksər insanların deyir, nədir? Yarımçı qalma səbəbidir. Onlardan kimsə deyir, bir müddət öyrənir, Quran əzbəri, ərəb dili öyrənir, əqidə öyrənir, fıqh öyrənir. Sonra nə deyir? Elə fikirləşir ki, bunlar öz güclərini öyrəniblər. Həmin vaxtı deyir, Allah onları tərk edir. Sizcə burada bir məsələ var, bir nöqtə var. Sizcə o tələbə nəyi unudur orada? İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz səndən kömək dilərik, biz sənə ibadət edirik, səndən kömək dilərik. O insan köməyi artıq özündən görür. Allah qorusun. Allah bu haldan qorusun. Allah bu hala düşməkdən qorusun. Həqiqətən. Bu acınacaqlı haldır, subhanallah. İnsan bütün məsələləri Allahdan görməlidir. Rahiməhullah İmam Əhməd, Allah ona rəhmət eləsin. Həqiqətən bizə gözəl bir dərs verir. O hadisəsində ki, elhamdülillah. Quran-ı Kərimdə Allah Subhanahu açıq aşkar ayəti var. De ki, deyir, o suyu deyir, Allah yerin dibinə batırsa deyir. O suyu oradan kim çıxardacaq? Nə qədər o quyularda su quruyub? Az olub, yoxsa olub? Çaylar quruyub, subhanallah. Dənizlər quruyub. Olub, yoxsa yox tarixdə? Olub, subhanallah. Yadıma gəlir, biz yaşadığımız yerdə bir say axırmış. Orada yaşayan sakinlər danışır. Onların hansısı yaşları çox, 50 yaşında, 60 yaşında kişilər. Deyir ki, 20 il bundan qabaq deyir, buradan deyir, elə bir say axırdı ki, subhanallah. İndi o çaydan əsər əlaməti yoxdur. Amma əslində var idi, düzdür. Ona görə Əhməd ibn Ənbəl rahimehullah nə deyirdi? Deyir ki, elhamdülillah. Ona görə üzərində, yəni üzərimizdə çoxlu nemətlər var. Vallahi, o nemətlərdən saysız hesabsız. Və in ta'uddu ni'matallahi la tuhsuha. Allah Teala buyurur ki, Allahın nemətlərini saymaq istəsəniz, sayıb qutara bilməz. Nə qədər saysız hesabsız. Allahdan dilərəm, Allah Teala bizi müvəffəq eləsin. Allah Teala bizlərə gözəl şəkildə fəhm eləməyi, başa düşməyi nəsib etsin ki, bu Allahın nemətlərini, üzərimizdə olan nemətləri. Barakallahu fikum, əhsənallahu ileykum, cəzakumullahu xeyran.